Mən bilmirəm, bəzi insanlar niyə elə fikirləşir ki, protez saç qısa ola bilməz. Qardaş mənə TikTokda şəkillərini göstərib deyir ki, yaşda məndən böyük olanlar mənə əmi, dayı deyirlər. Buna bax, hamı elə bilir ki, 35-40 yaşım var. Heç kim mənim 25 yaşımın olduğuna inanmır deyirdi qardaş. Qardaşa narahat olma, cəmisi 240 manata səni əmi, dayı modundan öz yaşıva qaytaracam dedim. Qardaşa bax sənə bütün stokumuzu göstərirəm dedim. Qardaş deyir, burada nə qədər saç var. Mən başqa yerlərə də getmişdim. Amma mənə saç göstərən olmadı. Pulu verəndən sonra gedib gətirəcəyik dedilər. Qardaşa hər səhifəsinin adı protez saç, qapısında protez saç yazılan protez saç ustası demək deyil. Qardaş mənə birdən kənardan baxanda bilinər deyə tərəddüd edirdim. Səncə bilinməyəcək dedi. Obyektiv cavab olsun deyə bu videonu hal-hazırda izləyən dəyərli insan rəydə öz fikrini yazacaq. Sən də oxuyarsan dedim. 2 ay öncə yaxın dostum sizin müştəriniz oldu. Çünki başqa yerdə saç tətbiq elətdirənlərin də əksəriyyəti sonradan ora gəlir dedi. Gedirsənsə yalnız ora get demişdi dostum. Hələ də gördüklərimə inana bilmirəm. Dəyişəcəyimi gözləyirdim, amma bu qədər yaxşı olacağına inanmırdım dedi.